bəstəkarımızın da vəziyyəti pisləşib. Son vaxtlar insanlar o qədər problemlər yaşayır ki, səhhətləri buna dözə bilmir, davam gətirə bilmir. Məsələ onda deyil, problem deyəndə ki, o demək deyil ki, yeməyə çörəyi yoxdur, çantasında pul yoxdur, yox. O qədər həyatda problemlər var ki, məsələn, qonşuyla vuruşursan, qonşuyla yola getmirsən, bunun özü problemdir. Mənzil İstismar İdarəsinin rəisinə və yaxud onun əməkdaşlarına yola getmirlər səninlə, hansısa sən şikayət eşitmirlər, bunun özü problemdir. Hava, gah quru olur, gah nəmi olur, gah toz olur, gah da bunun özü də problemdir də, yaşadığımız zamanın problemləridir və xalq artisti, bəstəkar Faiq Sücəddinov vəziyyəti pisləşib. Pravda.az-ın manjetə istinadən məlumatına görə görkəmli sənətkarın böyrəyində problem yaranıb və təcili əməliyyata götürülüb. Gözəl mahnıların müəllifi, indi bu dəqiqə yazanlar var, mahnı yazırlar, mahnı müəllifi kimi özlərini bizə həzm etdirirlər. Öyrənin də. Bu kişinin məktəbi var. Xalq artistinin əməliyyatdan sonra vəziyyəti yaxşı olub artıq. Müalicə prosesi artıq davam edir. Faiq Sücəddinov 2006-cı ildə xalq artisti fəxri adına layiq görüb. Azərbaycanın ən məşhur bəstəkarlarından doğrudan da biridir və prezident təqaüdçüsüdür. Faiq müəllim Sücəddinov sizə can sağlığı arzulayırıq. Yenə də deyirəm, gənclərə mahnı yazanlar heç pianino arxasında da əyləşmirlər, amma deyirlər biz məşhur bəstəkarlarıq, mahnıların yazarlarıyıq. Bu kişidən öyrənin.